Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Allahümme əccil vəliyyəkəl fərəc. Məkasib kitabında qeybət bölümündən 56-cı dərsi oxuyuruq. Bəhsimiz o yerdə idi ki, qeybətə qulaq asmaq olar və yaxud olmaz. Mərhum Şeyx Murtəza Ənsarinin nəzərinə görə, dünənki dərsimizdə oxuduq, buyurdu, qeybətə qulaq asmaq icazəli deyil. Və buyurur, haza, yəni bu dediklərimi, bu dəlillərimi yadında saxla, və lakinnəl əqva cavazul istimah İza cazə lil qail. Və lakin ən güclü rəy, fikir o fikirdir ki, qeybətə bu surətdə əlbəttə qulaq asmaq icazəlidir. İza cazə lil qail. Əgər o qeybət eləyəni adama qeybət eləmək icazəlidir. Yəni, o şəxsi ki, onun qeybətini eləyir, məsələn, o mütəcahir bir fiskdir. Mütəcahir bir fisk olduğu təqdirdə artıq onun qeybətini eləmək icazəlidir və onun qeybətini eləyənə də qulaq asmaq icazəlidir. Niyə? Ləənnəhu qovlun qeyru münkərin. Çünki əgər o şəxsə qeybət eləmək icazəlidirsə, onun sözü qeyri-münkərdir. Yəni, inkar olunan qovl, rəy, fikir deyil. Fəla yəhrumul isğa'u iləyh. Bir halda ki, ona qulaq asmaq da haram deyil. Əgər bir söz ki, inkar olunmur Allah tərəfindən, icazəlidirsə, ona qulaq asmaq da icazəlidir. İndi fərzimiz budur ki, bir nəfər mütəcahir bir fiskdir, digər bir insan onun qeybətini eləyir. O şəxs ki, onun qeybətini eləyir, o pis sözün demir, bəlkə Allah ona icazə verdiyi bir sözü deyir. Yəni, qeyri-münkərdir, inkar olunan söz deyil. Bir halda ki, inkar olunan söz deyilsə, fəla yəhrumul isğa'u aleyh, ona qulaq asmaq da haram deyil. Bu bir dəlil. İkinci dəlil, burada, yəni bu yerdə qeybətə qulaq asan fikirləşir, görən burada qeybətə qulaq asmaq haramdır, yoxsa həlaldır. Burada əsl cari eləyir. Əsl usul əmədiyyərdən biridir. Əsl cari eləyir, şək eləyirəm. Burada mənə haramdır, ya haram deyildir. Əvvəl budur ki, mənə haram deyildir. Leylə əsl cari eləyir ki, əsl budur ki, mənə haram deyil. Bəs bu iki dəlillə mərhum şeyx buyurur ki, əqva rəy budur ki, o zamanı ki, qeybət eləyənə orada qeybət eləmək icazəlidirsə, ona qulaq asmaq da icazəlidir. Amma o rivayətə nə deyək? Çünki rivayət buyurdu ki, oxuduq rivayəti, qeybətə qulaq asan elə o qeybət eləyən kimidir? Bəs o rivayəti nə cür məna eləyək? Mərhum şeyx buyurdu ki, bu rivayətin sənədi zəifdir. Bu rivayət sənəd baxımından zəifdir. Buyurur, əgər fərz eləsək ki, bunun rivayəti səhihdir, zəif deyilsə, qəvidir, yenə də o mənanı yetirmir. وَالرِّوَایَ عَلَى تَقْدِیرِ صِحَّتِهَا. Bəs o rivayət ki, oxuduq, o fərzlə ki, o rivayət səhihdir, tədullu
o rivayət dəlalət eləyir. Əla ənəs-samiə li qeybətin, o şəxs ki qeybətə qulaq asır, kəqaili tilkəl qeybə, o qeybət eləyən kimidir. Fəin kanəl qail asiyən, əgər o qail, o qeybət eləyən günahkardırsa, kanəl mustəmi kəzalik, onda o qeybətə qulaq asan da onun kimidir, o da günahkardır. Bəs fərzimiz budur, onun kimidir. İndi də fərz eləyək. Bu qeybət eləyən görək günahkardır, yox günahkar deyil. Və dedik ki, bəzi yerlərdə qeybət icazəlidir, biri də mütəcahir bi fisqdir. İndi fərz eləyək, bir nəfər mütəcahir bi fisqdir. Bir nəfər də onun qeybətini eləyir. O qeybət eləyən burada günahkar deyil, asi deyil. Allah buna icazə verib burada. İndi ki, bu asi deyil, bu qeybət eləyə bilir, elə ona qulaq asan da onun kimi olanda, deməli o da günahkar deyil, bu da qulaq asa bilər. Ona görə buyurur, fəin kanəl qail asiyən, əgər qail asidirsə, qail yəni qeybət eləyən, kanəl mustəmi kəzalik, ona qulaq asan da onun kimidir, o da asidir. Əgər bu qeybət eləyən günahkar deyilsə, onda kanəl mustəmi kəzalik, onda ona qulaq asan da günahkar deyil. Fətəkunə dəlilən ələl-cəvaz fīmə nəhnu fihi. Bəs burada əgər rivayət səhih olsa, rivayət özü dəlildir ki, bizim bu bəhsimizdə qeybətə qulaq asmaq icazəli olsun. Çünki rivayət deyir ki, elə eyni o qaili, o qeybət eləyən kimidir. Biz də baxarıq, bu qeybət eləyən icazəlidir buna qeybət eləmə, yox icazəli deyil. Yəni o yerlərdəndir ki, qeybət burada icazəlidir. Ya o yerlərdən deyil. Əgər baxarıq o yerlərdəndir ki, qeybət burada icazəlidir, onda deyərik müstəmi də burada günahkar deyil. Yox, əgər görərik ki, bir nəfər burada başqasının eybini açır, yəni qeybət icazə olunmayan yerdədir, onda ona qulaq asan da günahkardır, onun kimi icazəli deyil. Nəm, lov istəzhərə minha, əgər o rivayətdən belə zahir ola, ənəs-sami lil qeybə, qeybətə qulaq asan, kəənnəhu mutəkəllimun biha, elə bil o qeybəti danışan kimidir. Kəənnəhu mutəkəllimun biha, elə bil özü o qeybəti eləyir. Yəni, qeybət eləyənə qulaq asan, belə məna eləyək. Deyək ki, o qulaq asan elə bil qeybət eləyir. Fəin cazə lil-sami ət-təkəllüm bi qeybətin, onda fərz eləyərik. Görək, bu qeybətə qulaq asan, görən ona icazəli idimi qeybət eləmək? Məsələn, o şəxsin günahını ki, bu şəxs deyir, o günah məstur idi, gizli idi, yoxsa aşkar idi? Fərz eləyirik, əgər o günah gizlinidirsə, bu da o gizlin günahı açırsa, onda deyirik, ona qulaq asan da haram iş görübdir. Çünki əgər o günah gizli olduğu təqdirdə bu qulaq asan da onu aça bilməzdi. Ona görə buyurur, fəin cazə lil-sami ət-təkəllüm bi qeybətin, əgər bu qeybətə qulaq asan, o qeybəti əgər özü deyə biləcəkdisə, icazəli idisə, cazə semauha, ona qulaq asmaq da icazəlidir. Yəni, əgər mütəcahir bi fisq idisə o şəxs, buna da caizdir ki, onun qeybətini qulaq assın. Və in hərruma aleyhi, əgər o qeybəti eləmək bu eşidənə haram idisə, yəni o günah məstur günah idi, gizlin günah idisə, həruma semauha ayzən, və həmçinin elə bu qulaq asmaq da haram olar.
Ləkanətir rəvayə əla təqdiri səhhətiha. Bu yanaşma ilə yanaşsaq, onda o rivayət bu təqdir ilə səhih olsaydı, dəlilən lil təhrim fīmā nəhnu fihi. Onda bizim ma nəhnu fihimizdə, bu bəhsimizdə deyərdik qeybətə qulaq asmaq haramdır və dəlildir bu haramlığa. Bəs bu rivayəti iki yanaşma ilə eləyə bilərik. Görək burada rivayəti necə məna eləyirik. Bir məna eləyəndə o rivayət dəlil olur qeybətə qulaq asmaqlığa, onun icazəliyinə. İkinci təqdirdə rivayət dəlil olur o qeybətə qulaq asmağının hörmətinə, haramına. Lakinnəhu xilafəz zahir minər rivayə. Mərhum şeyx buyurur ki, lakin bu sözlər ki biz dedik, bu rivayətin zahirinə xilafdır. Əla təqdiri qiraətul muğtabəyn bitəsniyə. Fərz eləyək ki, orada o muğtab kəlməsi ki vardır, bir dəfə onu təsniyə oxuyuruq, bir dəfə cəm oxuyuruq, bir dəfə muğtabəyn, bir dəfə muğtabin. Burada fərq eləyər təsniyə oxumaqla muğtabin kəlməsinin cəm oxumaqla. Lakinnəhu xilafəz zahir minər rivayə əla təqdiri qiraətil muğtabin bitəsniyə və in kana huvəz zahir əla təqdiri qiraətihi bilcəm. Baxmayaraq bu dediklərimiz rivayətdən zahir olur, bu fərzlə ki, bu muğtabin kəlməsini cəm oxusaq. Bəs cəm oxusaq burada, onda rivayətdən bu dediklərimiz zahir olur, təsniyə oxusaq zahir olmur. Nəyə görə? İnşallah gələn dərsimizdə bu barədə danışarıq. Elhamdülillahi Rabbil aləmin.